Sancaq Online kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. TikToker Nərmin canlı yayım zamanı uşağa səslənərək maraqlı ifadələr işlədib. O, dədən yorulmadı ayağına gətizdirməkdən, sən də buyurursan dədən kimi sözləri ilə diqqət çəkib. Nərminin bu ifadələri canlı yayım izləyənlər arasında müzakirələrə səbəb olub. Həmin görüntüləri təqdim edirik. Mənim qızımın sabah doğum günüdür. Çox sağ olun. Saçınızın rəngini deyə bilərsiniz. Tünd şokolad. Çox sağ olun. Nə vaxt İsmail? Mən qutabçıyam da ürəyim. 5-6 bazar. Topdan pərakəndə. İnşallah bir gün qonağınız olaram. Oy. Nömrə nəydən ötürüdür? Zehin və bədənin nömrəsidir. Rahat şəkildə kopyalayın, yazın. Xeyr, bir ay ərzində gecə-gündüz sizlə məşğul olacaq. Yox, sabah axşam yəqin ki, ya da birisi gün tezdən çıxacam. Çünki burada alacağım məhsullar var, onları. Bir dəqiqə gözlə. Az geç cəhənnəm oldu da burada. Çox sağ olun. Siz necəsiz? Nərmin xanım, aycan ömrüm, aycan. Nə gözəlsiz. Gözəl günün olsun. Yox, saçım özümün. Gəldi TikTok'un təcili yardımı. Saçım Allah haqqı özümündür. Allah haqqı hə. Allah haqqı. An neçə bilərəm ki, saç özümündür. Can. Qolum yanıb. Qolum saca yapışıb. Nəmiş gözəlim can. Nə yiyirsən? Uşağın yaşı 7 yaşı olur sabah qızımın. Minnoşum. İndi birazdandan onun üçün kek salmışam. Üstünə 7 qoyub. Üstünə 7 qoyub üfləyəcəm. Bilmirəm, xanım. Gözdə görüm hanı. Daha yatıb nə bu? Ümid yatıb bacım. Verirəm. Yatdı. Nə oldu ki? Saat 12'də ona bir keksin üstündə happy birthday eləyəcəkdim. Keçən il səylədiyim kimi. Deyir, Allah yatıb. Saçını da gedib qonşuda hördürüb ki, ad günümüz. Durğuzma, telefonumu ver mənə. Telefonu ver mənə. Yat sən, başı qoy yat. Sən də sağ ol. Hə, sağalacaq deyəndə ki, yox, o yatıb. Tort niyə almıram? Çünki yoldaşım İsmaillıdadır. Rayona gedəcək. Hə. Nə? Ben neyniyim? Özümə qoşum telefonu gətir qoydu zariyat qoyur. Dədəsiz. Dədən yorulmadı ayağına gətizdirməkdən. Sən də gör. Nə? Üstü bağlı onda. Ört kondisioner üstünüzə vurur. Hə. Ay qızlara bax. Deyək bir dəqiqə. Natinik yandır. Az yox, elə şeydən qorxan deyirlər olar. Mama, Milnur yatdı ki. Buna gayrı mənim uşağım. Gel var deyip başımı demiyorum vurar sana başlar. Onu bir de getirip telefon qabağında. Deyir zariyat düşüb sıfır. Günler yorulurlar o kadar kaçırlar ki. Rah olsun. Day sözüm yoxdur. İşləyən mən yorulan bu.